Herkese salam dostlar, YouTube kanalıma hoş geldiniz. Ben İsmail FF. Bugünden sizinle birlikte Free Fire'ın yeni bir bölümüyle daha beraberiz. Dostlar, bu günlerin bığırı dereceli videosu atacağım. Videoyu beğenip kanala abone olmayı unutmayın. İnşallah bol çilli bir video olar ve güzel yorumlarınızla oxuyuram. Bütün yorumlara çalıştığım kadar cevap veririm. Ona göre de dəstəklərinizlə inşallah 3000 abunə olaq bir dənə. Qəşəng 3000, sonra 10.000, sonra 100.000, sonra 1 milyon inşallah gedərik. Kanalı dostlarınızla bölüşməyi, hər videoya like atmağı, yorum yazmağı unutmayın dostlar və adrenalin başladı. Düşdük bura. İnşallah qəşəng bir danışıqla başladım videoya. Görək qəşəng bir video alınacaqmı? Mənə o maraqlıdır. Plazma. Düzəməli silah vermir oyun mən başlayan kimi. Ne bileyim bir AKM, bir şey. AKM versiz de olar. Ne tabala burada işim yoktu. Para falan da pis silah değil. Bu arada dostlar, dediyim kimi istəkləri qəbul eləmirəm, eləyə bilmərəm. Çünki mən gərək istek qəbul edersem, məsəl üçün tutaq ki, bir nəfər mənə istek atdı da, onun istəyini qəbul elədim. Hə, yerdə qalan 2360 nəfər bəs. Onlar da var axı, onlar da insandılar. Hamısını birdən qəbul eləyə bilmərəm. Məsəl gördüm ya dostum, yəni xeyri yoxdur, qaçsan da, hoppansan da. Aha, gördüm. Bak açır. Sen hara qaçırsan mənim gözəl dostum. Kız idi bu arada. Açıqda kit vurmayın ha dostlar, qət. Hələ 2 səviyyə yeləyiniz varsa qəti kit vurmayın. Aha, bir İHA. Diyan. İHA kimindi? İHA'nın yəsi 100% bura gələcək. Aha, zıp adam geldi. Sen səhv adam ilişdin dostum. Amma İHA'nı atan bu deyildi. İHA'nı digər tərəfdən atdılar. 2 kill yazın qırağa, qəşəng gedir ya. Buradan bunu götürə bilən gedək cephanelikdən 4 səviyyə yedək qref eləyək. Bu arada dostlar, izləyən hər kəsdən xahiş edirəm ki, like-ını atıb abunə olsun. Kanala baxanların 70%-i kanala abunə olmayanlardır. Şeydir, analitikadan baxıram mən. Yəni niyə abunə olmursunuz da? Yəni abunə olun ki, yeni gələn videolardan tezdən xəbəriniz olsun deyənmədim sözü. Yəni cephaneliyi açarıq. Adrenalinə bax ya, gördünüz dostlar. Qəşəng belə davam. Hamı yerini biləcək qaqa. İsmail FF-i elə pusaraq öldürmək biraz çətin məsələdir. Onun səhvi bilsiz nə oldu? Tələsmək oldu onun səhvi. O elə bildi ki, mənim canım sıfıra düşdü. Amma mənim canım sıfıra düşmədi. Oy belə zor. Peçat oyun gedir ha. Buranı da açsaq. Mən
Mən M4A1-i götürəcəm, çünki hasar 2-dir məndə. Atış oran zadda zordur M4A1-in. Uy, pesat adrenalini idi ha. Açıqda gəzməyəcəm dediyim kimi. Oba maşın Lamborghini isimizi götürək, gedək. Maşında dostlar mənə yəni çətin vurarlar. Çünki mənim maşın özəlliyim var, Mişa. Maşın içində mənə çətin vurarlar. 1-2 mərmini zorla bir tər tuzdurarlar da, belə deyək. Bizə kill lazımdır, 3 kill azdır biraz. Bir 8 kill zad olsa zor olardı da. Aha. İhanatan ürəkli adamlardı ha. Vay, elə belə adamlar deyil. Yo, bura yox, bura yox. Çünki hər tərəfdən vururlar. Adrenalinin ortasında danışamıyorum, üzülü sayın. Hara getdi ala o? Nəsən vur vəncir elədilər ya. Bunu qırıb tez maşına qaçmalıyam ha mən. Ala vurdular deyəsən onu. Uğur dostumuz yazdı videonun ortasında. Aha, portal zad açılıb qabaqda. Portala atmağa yer tapmadınız yoxsa? Mən bilirəm hamısı hansı tərəfdədir. Prosta getmirəm, video zibil olacaq, ona görə getmək istəmirəm. İçinə zibil olmuş telefondakı elə telefondur ki, kafa atmağa etibar yoxdur yəni. %40 ehtimalla kafa gedir ya getmir. Gördüm. Bax içərdədir. Gördün?
Bayaqki qədədir. Quadra kill. Ay bileyb yox hə. Mən dedim ona görə öləcəm. Bota öldüm ey Allah haqqı. Neysə dostlar. Qəşəng xal verdi ha. 4 kill. Neysə dostlar videomuz bu qədər idi. Videoyu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun. Gələn videolarımızda görüşənədək. Gözəl yorumlarınızı gözləyirəm ha. Bunu alaq. Neysə sağ olun.